Mənə elə gəlir ki, düşənbədə hansısa razılıqlar əldə olunubmuş, ən az Azərbaycan tərəfi üçün ki, bu il dönümünə qədər müəyyən məsələlərə aydınlıq gətiriləcək və müəyyən tədbirlər görüləcək. Amma qeyd elədiniz siz də, bu ictimaiyyətdə də belə bir gözlənti vardı və əslində demək, mənim fikrimcə əsas səbəb də elə bu olub. Azərbaycan prezidentinin MDB bu qeyri-formal sammitində demək iştirak etməməsi doğrudur. Çünki diqqət elədik bu məsələyə həm Rusiya tərəfindən, həm də Azərbaycan tərəfindən düşənbə görüşündəki iştirakı Azərbaycanın oradakı bu Azərbaycan prezidenti və Rusiya prezidenti arasında görüşə və oradakı söhbətlərə bir vurğu yapıldı xeyli. Təkrar. Amma açıqcası biraz bu iki başlı göründü, iki mənalı göründü ki, yəni Azərbaycan tərəfindən bu sanki orada olan razılıqlar yerinə yetirilməlidir. Bir növ mesajı kimi səsləndi. Daha çox, başqa əlbəttə ki, mənalar da vardı. Rusiya tərəfi də yenə başqa bir tərəfinə ki, yəni sanki biz bunu danışdıq, razılaşdıq, bundan artığını gözləməyin. Belə bir mənada verirdi. Və yenə Rusiya tərəfdən şübhəsiz ki, Azərbaycan tərəfindən bir qədər soyuq, Rusiya tərəfindən isə təkidli şəkildə, yəni buna baxmayaraq sanki heç davam eləmək lazımdır. Çünki strateji tərəfdaşlıq, müttəfiqlik məsələlərinə demək qeyd olundu. İstər Rusiya prezidentinin teleqramında sonra səhəri gün birbaşa telefon vasitəsilə Azərbaycan prezidentinin ad gününü təbrik etməsi zamanı söylədiyi fikirlər barədə ki, açıqlamalar oldu, informasiyalar verildi. Bu məsələlərə demək toxunuldu. Amma bu onu göstərdi ki, əvvəla bu məsələ ətrafında konkret, amma mənə elə gəlir ki, bundan əlavədə Azərbaycan və Rusiya arasında gərginliklər hələ məlum olmayan, deyilməyən, dilə gətirilməyən, ancaq bu şərhlərdə filan da istər bizim tərəfdə, istər Rusiya tərəfindən səslənən o ayrı-ayrı çıxışlarda olur ki, baxın, bugün bir məsələsində də toxundunuz, Azərbaycanın MDB platformasında demək, iştirakda davam edib eləməməsi məsələsi. Çox əlamətdar yer gəlmişkən, son məncə, demək, 93-cü ilin sentyabrında Azərbaycan daxil oldu MDB-yə, demək, ondan sonra, demək, hardasa bir 32 ildən artıq bir müddət keçib. İlk dəfədir ki, bu şəkildə gündəmə gəldi. Dünəndən, sırağa gündən daha doğrusu, Azərbaycan, demək, efir məkanlarında, media məkanında, informasiya məkanında. Sizin fikriniz necədir? Çıxmalıyıq mı buradan? Bu müzakirəyə çıxarıldı. Bir daha təkrar edirəm, bu olduqca ciddi, əlamətli bir məsələdir. İndi bu, yaxın dövrdə bu barədə qərar qəbul olunacaq ya olunmayacaq. Bu, ümumiyyətlə, rəsmən gündəmə gətiriləcək. Bundan asılı olmayaraq təkrar edirəm, çox ciddi bir məsələdir. Bunun üzərində dayanmaq lazımdır.